Azərbaycanda insanların mütəmadi olaraq istifadə etdiyi ərzaq məhsullarının əksəriyyətinin qiyməti son 6 ildə artıb. Yenavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, son 6 ildə ən çox soğanın qiyməti artıb. 2020-ci ilin may ayında 1 kiloqramının orta qiyməti 59 qəpik olan soğan bu ilin may ayında 1 manat 19 qəpiyə satılıb. Belə ki, soğan son 6 ildə 2 dəfədən çox bahalaşıb. Digər əsas ərzaq məhsullarının 2020-ci və 2025-ci illərin may aylarında qeydə alınan orta satış qiymətləri və son 6 ildəki qiymət dəyişikliyi cədvəldə göstərilib. Qeyd edək ki, son 6 ildə əsas ərzaq məhsulları arasında xiyar, pomidor və limonun qiymətində ucuzlaşma müşahidə olunub. İstixanada yetişən xiyarın 1 kiloqramının orta satış qiyməti 39% ucuzlaşaraq 1 manat 77 qəpikdən 1 manat 8 qəpiyə, pomidorun qiyməti 31,3% ucuzlaşaraq 2 manat 52 qəpikdən 1 manat 73 qəpiyə, limonun qiyməti isə 2,1% ucuzlaşaraq 3 manat 78 qəpikdən 3 manat 70 qəpiyə düşüb.